Hər vaxtınız xeyir olsun. Yenidən sizlərlə bir arada olmaq bizim üçün də xoş oldu. Xoş gəlmisiniz və bugün bizim müraciət edən qeydiyyatdan keçən xanımlardan bəziləri yeni qoşulub. Məhz buna görə də mən özlərinin təşəkkürümü bildirirəm. Xüsusilə bizim Bakıdan gələn bizim dəyərli ekspertimiz Bəsti xanıma dərin təşəkkürümü bildirirəm ki, yenə də məni tək qoymadı, bizləri tək qoymadı. Və burada bizim Xuraman müəllimə, Zərifə müəllimə, Ədibə müəllimə, yeni xanımlarımızdan Teşekkür ederim. Günel xanım. Çünki bunların hamısının adlarını bir-bir çəkmək istəmirəm. Bu hər birimiz Laçının gözəl, dəyərli xanımlarıyıq və bizim xanımlarımızdır ki, hər biri kiçik sahibkarlıqla məşğul olurlar. Və bizim burada şirniyyat sexinin fəaliyyətini göstərən Reyhan xanım hər gün bizimlə bərabər olur. Reyhan xanımın şirniyyat sexin kiçik sahibkar kimi fəaliyyət göstərir. Həmin şirniyyat sexinə baxışdan sonra biz məhz qadınların, xanımların istəyi ilə çay süfrəmizi bir gözəl məkanda Reyhan xanımın həyətində davam etdirmək istədik. Doğrudan da gözəl bir həyətli və öz qapınızı, evinizi bizim üzümüzə açdığınız üçün dərin təşəkkürümü bildirirəm. Və sahibkarlığın da əsas başlanğıcı bundan ibarətdir ki, bünövrəni zaten biz evdən başlayırıq. İstər kimisi evdə tikişlə məşğul olur, kimisi toxuculuqla məşğul olur, kimisi də Reyhan xanım kimi gözəl-gözəl ağız dadımıza uyğun olan şirniyyatlarımızla məşğul olur. Mən çox danışmayacağım, neçə gündür bizim əl işlərimiz var, neçə gündür bizim görüşmələrimiz var və bizim bu görüşmələrdə hər birinin bacardığı məhsulları, gördüyü işləri təbliğ etməyə nail olmuşuq. Bu təbliğatın nəticəsidir ki, artıq bu günləri biz real şəkildə hazırlanmış belə şirniyyatların belə dadını alacağıq. Çünki bunun özü də bir xüsusi bizə özəlliklə gözəllik verəcəkdir. Mən istəyirəm müzakirəmiz həmişə necə ki canlı olaraq gedir, necə ki əl işləri ilə başlayırıq, əl işləri ilə sonda çay süfrəsi ilə bitiririk. Bu gün də eyni davam edək. Zərifə müəllimə istəyirəm, mən də sözü ilk növbədə Bəsti xanıma vermədən öncə sizə verim ki, bu təşəbbüsü necə qarşıladınız? Ümumiyyətlə, kiçik sahibkarlıqla bağlı öz təəssüratınız necədir? Əyləşin, narahat olmayın. Buyurun. İlk önce her birinize teşekkür ederim ki, bu günler buradasınız, bir aradayıq. Burada xanım, siz əvvəldə də bu işlə çox gözəl məşğulsunuz. Yəni çox şad oldum. Həqiqətən də bizim bu qadınların, sahibkar qadınların, evdə işləyən qadınların əməyini, işini qiymətləndirirsə, ancaq öz alımdan bir təşəkkür edirəm sizə. Çox şad oldum. Sizlərin hər birinizlə görüşümüzə, biz öz məkanımızda görüşməyimizə çox şadam. Həqiqətən də qürur verici hissdir ki, biz bu günləri 32 il az deyil ha, bizim gəncliyimiz əlimizdən getmişdi. Bugün biz qürurla deyirik ki, öz vətənimizdəyik. Bugün biz şəhidlərin qarşısında baş əyilənlər, döyüşən ordumuzun, Ali Baş Komandanımızın hamısının ki, bugün biz dəmir yumruq altında birləşib, məhz öz kəndimizdə, öz elimizdə, obamızdayıq və sizlərlə qürur duyuram ki, bu günləri siz bu işi təşkil eləmişsiniz. Bu qədər. Çox sağ olun. Zərifə xanım, doğrudan da həm bizim ziyalarımız bir baxın. Bugün belə bir ortamda onların olması bizim üçün də qürur vericidir. Ziyalarımızın əslində bizim övladlarımıza, nəvələrimizə verdiyi təhsillə yanaşı, bacarıqların peşə yönümlü, bəli, insanlara çatdırmaq və təcrübəsini həyata göstərmək üçün nə yaxşı ki varsınız və bizləri tək qoymadınız. Mən də öz komandamız adından sizə dərin təşəkkürümü bildirirəm. Və xanımlarımızın istəyidir Bəsti xanım. Hər dəfə bir məkan seçirik biz. Yəni qapalı məkanda oturub, hər hansı bir müzakirəni aparanda zövq verilir. Amma dünən bir bağçada oturduq biz, bağça şəraitində, həyat şəraitində, yəni gözəl çay süfrəsi ətrafında toxuculuqla məşğul olduq. Bu günləri dünən keçirilən bir dərsimizin, dərs deməyək də, yəni keçirilən bir təcrübənin örnəyi olaraq Nəzakət xanımın burada xanımlarımıza öyrətdiyi əl işindən həvəsə baxın, marağa baxın. Aydan xanım sevərək bunu gecə özü işləyib ki, mən iştirakçılara göstərəcəm ki, necə bir marağımız var. Sabah bəli, bunların satışını təşkil edəndə biz bu satışla bağlı dəstəyimiz olacaq. Və burada bizim bir gəncimiz var. Həmin gəncimizin burada müxtəlif adda gül, zəhmət olmasa onu mənə verir. Mən birini göstərəm, biz
bizim hörmətli Nicat müəllim onu çəkəcək. Çox gözəl. Nəyə görə? Bir baxın, mən bunu ilk öncə deyirəm ki, sonda ola bilsin ki, yadımdan çıxmış olar. Bir gəncin əlindən gələn, bir gəncin o hansı ki ürəklə, sevgi ilə, zövqlə işlədiyi çiçəkləri niyə satış olmasın ki? Baxın, sahibkarlığın bir növüdür. Artıq bu bacarığın özə çıxardıb gəncimiz və istəyir ki, ona biz təkan verək. İstər-istəməz həm PR-ı getməlidir, həm maarifləndirmə işi getməlidir və o da öz bacarığın, öz taytuşları arasında, yoldaşları arasında mütləq şəkildə öyrədəcəkdir. Məhz buna görə də qızım sizə dərin təşəkkürümü bildirirəm ki, bu gülləri və başqa digər məhsullar da var ki, onları biz bura yəni yer baxımından düzməmişik. Yəni bu çiçəklərin düzümü ilə yanaşı başqa bir məhsullar da var ki, o məhsulların satışında hər birimiz alıcı kimi iştirak eləyəcək. Və sonda hansı gün günümüzün sonudur, o gün bunların satışında yəqin ki, hamımız iştirak eləyəcəyik. Mən buna inanıram. İndi istəyirəm darıxdırıcı olmasın deyə bir balaca da Bəsti xanım bizə dəstək olsun. Sahibkarlıqla bağlı, ümumiyyətlə özünün gördüyü işlərlə bağlı sizə öz tövsiyələrini versin ki, gələcəkdə biz də bu tövsiyələrdən istifadə edək. Təşəkkür edirəm. Mən də sizi salamlayıram və fəxr edirəm ki, Laçınlıların yanındayam. Bugün hamınızla görüşəm, mənim üçün çox böyük xoş oldu hər bir üçün. Biz QHT Dövlət Dəstəyi Agentliyinə öz təşəkkürümüzü bildiririk ki, bizə dəstək olub belə layihələrə yəni maliyyə ayırırlar və onlar da hansısa bir azad olmuş torpağımızda olan kimlərləsə görüşürük, düzdür. Biz sizə çox da dəstək olmuruqsa da, amma az da olsa bəlkə də dəstək oluruq da, nəyəsə bir şeyi göstəririk. Hansısa bax, məsələn, əl işlərinizi görüb, onları bəlkə biz də gedib haradasa nümayiş elətdirəcəyik, hansı bir reklamımız olacaq və onu gəlib sizdən alacaqlar da, satışı gedəcəkdir. Layihə üzərindən belə bir mövzumuz əsasən bugün bayraqla bağlıdır, bir də milli geyimlərimizlə bağlıdır ki, bizim gənclərimiz bayrağımızı necə sevir? Özünüz bilirsiniz ki, bayraq meydanında ən böyük bayraq bizimdir. Yəni onun uzunluğu 72 metrdir, eni də ki 36 metrdir də. Yəni ən böyük və Ginnesin rekordlar kitabına düşübdür. Elə 44 günlük müharibədə də hansısa bir yadımdadır, qadın özü pulu ilə nə qədər məsələn bayraq tikdi elədi. İndi elə bil ki, yəni bayraq bizim özümüzün başqa bir ölkələrdə hər bir kəs bayrağı başqa cür qiymətləndirir, amma biz ona müqəddəs baxırıq, çünki milli mənəvi dəyərimizdir bizim. Bir də milli geyimlərimiz bizim dəyərimizdir. İndi burada hamı oturub, yəni orta yaşlı nəsil də var, orta yaşda da var. İndi mən hamıya da belə bir sual verəcəm. Düzdür, indi hamı gəlinlik geyinir, amma çox gözəl olardı ki, bəlkə o xına şeyində türklərin geyimi yox, bizim öz milli geyimlərimizi oğlanlar. İndi bəzi yavaş-yavaş başlayıb da elə geyməyə. İndi məsələn, həkimimiz oturub elə, mən sizə verərdim ki, sualı siz necə baxırsınız? Yəni əlbəttə ki, yaxşı baxıram, çox gözəl, mən özüm sevirəm. Çox gözəl. Bir də ki, elə bir ki, mən istəyərdim Ədli müəllimə danışsın, o da daha çox gənclərə məsləhətiniz olardı. Hansı, məsələn, onlar milli geyimi təbliğ eləsinlərmi? Siz bəlkə deyərsiniz, təbliğ eləyərsiniz və onun satışlarını da təşkil edə bilərik də yəqin ki. İlk öncə hamınızı salamlayıram. Bu məkanda yığışmağınızı, əyləşin də istəyirsiniz. Ev yox, dayanırım. Ətrafında olmağınızı görə minnətdaram Reyhan xanım sizə. Milli geyimlər, ümumiyyətlə Azərbaycan xalqının milli mənəvi dəyərləri çox yüksək. Bütün buradakı ziyalı xanımlar da bilir ki, bütün xalqlardan da birinci yerdə dayanır Azərbaycan milləti, Azərbaycanlılar ki, onlar milli mənəvi dəyərlərə, milli geyimlərə çox böyük üstünlük verirlər. Biz özümüz Zərifə müəllimə, mən də məktəblərdə, dərslərimizin hamısında şagirdlərimizi milli mənəvi ruhda yetişdiririk, tərbiyə edirik. Bizim məktəbdə, 46 saylı məktəbdə elə bir tədbirimiz olmaz ki, orada qızlarımız kəlağayıdan istifadə eləməsin. Son zəngimizin bütün rəqslərimiz kəlağayı ilə. Hətta uşaqlar rayonlarda olan nənələrindən, qohumlarından qədimi kəlağayılar gətirdilər ki, müəllimə, indiki kəlağayılar yox, qədimi kəlağayılar olsun. Məsələn, xına yaxtılarda bunun özü çox böyük bir şeydir. Çünki 10 il bundan qabaq Zəlfər müəllimə bilər. Bizim son zəhlərimizdə kəlağayı deyilən bir şey görsənmirdi. Oğlanlarımız milli rəqslərdə başlarına milli papaqlarımızı qoydular bu ilk son zəng tədbirlərimizdə. Yəni bunlar əvvəllər yox idi.
gənclərimizin də, yeniyetmələrimizin də milli mənəvi dəyərlərimizə, milli geyimlərimizə, milli atributlarımıza qiymət verməsi bizi çox sevindirir. Yəni bu yavaş-yavaş bizə elə gəlirdi ki, biz orta nəsil elə gəlirdi ki, bunlar ortadan çıxıb, amma indi görürük ki, yox, çıxmır və bunları yönləndirmək lazımmış. Bu gənclərə bu istiqaməti vermək lazımmış. Həkimimiz çox doğru dedi. Amma məni bir şey, son dövrdə mən də şəhərdə 200 toyda oldum, hətta bir şagirdimin övladının toyuydu. Çox məyus oldum, toydan sonra iradımı da bildirdim ki, sən özün belə milli mənəvi dəyərlərə üstünlük verən oğlansan, amma gəlin zala vağzalı ilə yox, başqa bir musiqi ilə, Azərbaycan musiqisi yox, bir xarici musiqi sədaları altında girdi. Oradan da özüm də çox pis oldum, həqiqətən pis oldum ki, bizim o vağzalımızın gözəlliyi heç arada yoxdur. Və indi əvvəllər bir 10 il bundan qabaq qızlarımız Avropa dəbdə olan geyimlər, gəlinliklər geyinirdilər. Amma son dövrlərdə fikir versiniz məclislərə gedəndə qızlarımız örtülü geyimlərə, istəyirlər gəlinliklər örtülü olsun, sinə örtülü olsun və bu da bizim, onda daha gözəl olur və bu da bizim dəyərlərimizin qiymətləndirilməsidir ki, gənclərimiz də dəyərlərimizə qiymət verirlər, milli ruhda işləmələr işləyirlər, paltarlarına uşaqlar, milli emblemlərimizi əks etdirən yaxalıqlar taxırlar. Yəni bunun hamısı bir yaxşı bir şeydir. Bayrağa hörmət, bayrağa yüksək, bayrağa olan sevgimiz çox böyük yüksəkdir. Bu gənclər, uşaqlar, hətta körpə, o az yaşlı uşaqlar, hələ məktəbə getməyənlər Azərbaycan bayrağını görəndə əyilib öpürlər, gözlərinin üstünə qoyurlar. Və bu da belə görsənir ki, bəli, həqiqətən də bizim xalqımız milli mənəvi dəyərlərimizə yüksək qiymət verən bir xalqdır. Çox sağ olun. Çox sağ olun. Uşaqlar üçün geyimlər düzəltdilər. O geyimi satışa çıxardıqdır. İnşallah biz də son günlər həmin onu biz təqdim eləyərik. Kəlağayı deyəndə yadıma düşdü bunlar və düşündüm ki, düzdür, maşındazı olduğuna görə burada bizdə. Bu balaca da olsa Elmira xanım bizim hər zaman qonağımızdır, eybi yoxdur. Bu Elmira xanıma olsun. Mən çox sağ olun. Deməli, balaca olsa da hələ ki, bu belə, Çox xoş oldu. Deməli, bunun da üstündə simvollar var. Bunun özü də uca bir başqa bir yerdən gəlibdir həqiqətən. Bu Məkkədən gələn bir şaldır. Ziba xanıma bunu təqdim eləyirəm. Çox gözəl. İndi qeyri günlər digərləri ola bilər. Hələ ki bu günlər məhz bu da Reyhan xanım üçün oldu. Yəni balaca olsa da. Bəli. Bilirsiniz nədir? Bunların hər birinin bir önəmi var, bir mahiyyəti var. Ədibə müəllimə söyləməli. Biz hansısa məclisə gedəndə artıq zərli paltar geyinmirik. Kəlağayıya fikirləşib gedirik. Məhz buna görə də bu mövzuya toxunduğunuz üçün mən sizə dərin təşəkkürümü bildirirəm. Yeri gəlmişkən mən qeyd edeyim ki, Kəlağayı həqiqətən bizdə çox önəmli olubdur. Demək, mənim üzr istəyirəm, övladımın toyunda mənim bacım anamın kəlağayısını qızıma təqdim edirdi. Bilsən onunla nə gətirəm, çox qədim, neçə il yaşı olan bir kəlağayını biz qoruyub, əziz evimizdə saxlamışıq, ötürə bacım, indi onu mənim qızıma təqdim edib. Yəni, çox gözəl, çox gözəl. Təqdirə layiq bir işdir. Mən əlavə edə bilərəm, İradə xanım. Bəli. Biz Rusiyada olan müddətdə mağazinə girdik. Mağazində deməli bizim tarlanın məhsulları var. Beləcə bankalarda satırlar. Mənim də nəvəm, Allah bütün balalar saxlasın, məktəblidir, birinci sinifə gedir. Götürdü, orada doğulub, orada boya başa çatan uşaqdır da, yəni ki, Rusiya mədəniyyətini görən, Rusiyada yaşayan uşaq. Siz inanırsınız, o mağazinin içini götürdü bankanı, başladı bankanı öpməyə. Deyirəm, neyinirsən, nənə qurban, tu что делаешь, так nельзя, hamı da ona baxır. Deyirlər, tam Azərbaycanski flag. Azərbaycan bayrağı var orada, balaca bir etiket var. İnanırsınız, mağazinçilər orada ulus millətidir də, onlar belə baxırlar ki, bu uşaq, bir yaşlı uşaq götürüb bankanı öpür. İçində xiyar turşusu banka. Deyirəm, niyə öpürsən? Deyir ki, nənə, tam Azərbaycanski flag, tam Azərbaycan bayrağı var axı. İnanırsınız, o qədər kövrəldim ki, o uşaq, yəni orada yaşaya-yaşaya onun siz təbliğatdan, danışıqdan, ailədə olan tərbiyədən, o sevgidən, vətənə olan sevgidən, o 8 ildə 2 dəfə görüb Azərbaycanı. Ancaq biz o qədər ona danışmışıq ki, Azərbaycan haqqında, bizim bayrağımız haqqında, onu o
sevgi o uşağın içində var. Yəni ki, hə, o elə mağazaya götürüb bankanın üstündə o etiketkanı, Azərbaycan etiketkasını öpməyə mənə çox mənə təsir elədi. Gəlib evdə oğluma danışıram. Deyirəm ki, bəs belə-belə də halal olsun sənin oğlun. Deyirəm, amma sən edirsən də biz yox ki. Sən sevdirirsən Azərbaycanı, Azərbaycanın bayrağını, misal Azərbaycan haqqında danışırsan onun üçün. Hə, belə bir balaca bir epizod danışdım sizə. Maraqlı bir şeydir. Keşke onu çeker. Və bu 30 ildən məsələn hələ adi bir şeydir. Küçədə gedirdik, 41 nömrəli maşın görəndə istər-istəməz adamın bədəni elə bilirdin ki, sızıldayır. Bilirdin ki, Laçın maşınıdır. Heç bilmirdin ki, Laçınlıdır nədir. Və yenə də seriyanı görəndə adam nə tərbiyə pis olurdu, bilmirdin ki, nə hiss keçirəsən. Bayrağımız da, hər şeyimiz, şükür Allah. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağ olsun. Bugün bu gözəlliyi bizə bəxş elədilər. Bəli, Allah mən də deyirəm, Zibə xanım, düz deyirsiniz. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı, onların ruhları qarşısında hər birimiz baş əyirik. Və bu günləri Reyhan xanım burada yoxdur, şəhidi vardı. Bizim şəhidimizin bacısı Sevil xanım buradadır. Allah Nəbi qardaşımıza, Nəbi balamıza rəhmət eləsin. Və düzdür, bayrağın bilirsiniz ki, bayraqdan böyük hədiyyə yoxdur. Məhz buna görə də bu da sənin olsun, Sevil. Çok sağ olun. Benim için büyük şeref. Qardaşım bu bayraq. Bəli, o bayraqla gəlmiş qardaşınızın torpaqları şad olsun, ruhu şad olsun. Və Minayə anamız hər zaman bizim toplantıda iştirak edir. Bəlkə də son günlərdə hansındasa gələcəkdir. Evdə qonağı var idi. Siz inanın mənə, harda bir toplantı oldu, xanımların görüşü oldu, Minayə ana yanımızda olur. Bir dəfə bu insan demir ki, mən şəhid anasıyam. Deməli bir toplantıya getmişik orada, bir haşiyə çıxacaq Nicat bəy. Orada deməli qabaq sırada insanlar oturub, cavanlar filanlar, rəsmi bir qurumdur. Zebi xanımın yadındalar. Mən belə baxdım, yaxınlaşdım dövlət qurumuna. Dedim ki, burada bizim qanın canı bahasına, qanları tökülmüş şəhidlərimizin valideynləri dayanıb da. Onlar üçün birinci növbədə yer ayrılmalıdır. Və onda Sevil, Minayə anamız utana gəldi, oturdu orada. Dedi ki, mən fəxr edirəm ki, mənim oğlum bu torpaqlar uğrunda şəhid olub. Amma siz inanın mənə, mən orada o ananın qüruruna baxdım. Evinə gedirəm, evində gördüyüm plakata baxıram, ağlayıram. O da məndən bərabər. Təsəvvür edin ki, böyük bir baniyeri vurubdu evdə. Hər gün oturur onun ətrafında çörək yeyir bu ana. Amma çölə, tədbirə, harasa getdiyində deyir ki, mənim oğlum torpaq uğrunda gedir. Və biz fəxr edirik ki, bizim hər birimizin şəhididir. Hər birimizin şəhidi var. Bəli, Ədvin müəllimə, biz sadalasaq Zabuqda da, Susda da, Laçında da, qeyri-regionları demirəm hələ. O qədər şəhidlərimiz var ki, İsrafil kimi, Mübariz kimi, Qorxmaz kimi, Nəbi kimi bizim çox doğulanlarımız. Sadəcə olaraq onların adını biz hər zaman anırıq, yadımıza salırıq. Ayağımızı belə atdığımız anda düşünürük ki, axı bu torpaqlara onların qanları tökülür. Belə, kövrəlməyib, mən elə gəlir ki, bir böyük qürur hissidir ki, bugün biz işğaldan azad olmuş torpaqlarımızda belə bir məkanda, belə bir gözəl yerdə toplaşa bilirik və inanıram ki, xanımlarımız üçün də gələcək yaradıcılığı eləməz. Biz xanımların əli ilə genişlənəcək inşallah. Və Bəsti xanım vurğuladı, Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi agentliyi nəyə dəstək olur? İnsanların hər hansı bir işlə təmin olunmasıdır, təlimat almasıdır, hansısa bir işlə təmin olunmasıdır, yolların göstərilməsidir, sahibkarlıqda yolların göstərilməsidir, biznes planının qurulmasıdır və s. kimi. Nazirlik çalışır ki, agentlik çalışır ki, mənim kimi, sizin kimi, Bəsti xanım kimi digər şəxslər öz ayaqları üzərində durub öz işlərini qura bilsinlər. Bizim indi məqsədimiz nədir ki? Məqsəd odur ki, yəni ki, demirik, hər biriniz sahibkar ola bilərsiniz. Amma məsələn, burada hansısa bir şeyi eşidəndə sizin gələcəkdə uşaqlarınız, Qəyab Laçında yaşayan hər bir uşağınız, onlara nəsə deyə bilərsiniz ki, məsələn, burada bunu eşitdim, bununla məşğul ola bilərsiniz, nə edə bilərsiniz? Düzdür, indi böyük bir geniş formada heç bir satışı eləmək mümkün deyil. Çünki onun üçün çox vəsait tələb olunur. Amma az cüzi bir məbləğlə hansısa bir sosial şəbəkələrdə, TikTokda mı, nə bilim, Instagramda mı, Facebookda mı, nəysə qoyub onu
nümayiş elətdirmək olur da. Hə, bacarıqları üzə çıxartmaq olar. Bax məsələn, şəxsən mən indi bayaq milli geyimlərimizdən danışdıq, toydan danışdıq. Bax mənə bu güllər çox xoş gəldi da. Məsələn, o təbii güldənsə, bu daha çox o gəlin əlində. Hə, onu götürsə, hə, onu ömürlükdə qalır da, evdə qalır və həm də çox gözəldir. Təbii güldən hazırlanır. Mən bilməzdim ki, bu belə təbii güldən xanım bunu belə gözəl hazırlayıb da əl işidir. Və bunun satışını necə təşkil edə bilər? Ancaq sosial şəbəkə ilə eləyə bilər. Çünki hansı bir mağazanı açıb eləsə də yenə də onu reklam eləməlidir. Çünki biz özümüz də reklamla məşğuluq. Məsələn, Türkiyədən bir həkim gəlmişdi. Onun biz reklamını necə apardıqsa, axırda dedi bizim reklamımızı eləməyin da. Da mənim xəstəm o qədər olur ki, mən istəmirəm ki, ora şey olsun da. Yəni gəlsin, televiziyaya çıxırdı. Biz 5 il, 6 il bundan qabaq olubdu. İndi çoxdur, reklamlar çoxdur. Amma yenə də televiziyaya baxanda bir də yox, reklam olanda adi televizora biz baxırıq. Hansısa reklam olursa onu araşdırırıq, baxırıq yaxşı həkimdir və yaxud nəsə ora gedirik də. Hansısa bir şampunun özünü televizorda reklam edirlərsə onu alırıq. Mən elə gəlir reklam daha çox rol oynayır. Müəllim günündə 8 martda aldığı hədiyyələr var. Məsələn, Bakıda uşaqlar bunu alır 20 manat, 25 manata. Burada Laçında siz məsələn bir təbliğ eləsəydiniz ki, belə bir uşağımızın əl işi var və münasibdir, hər kəsin büdcəsinə uyğundur. Onu sevə-sevə və biz müəllimlərdə burada müəllimlər çox sevə-sevə qəbul edirik. Bakıda mənə alınan bu güldən də qəşəngdir. Çox səliqəli. Qəşəngdir, səliqəlidir, təmizdir. Təbii. Amma reklamı olsa, reklam getsə, bəlkə bir sinif rəhbəri, məsələn, mən 5B-nin sinif rəhbəriyəm. Mən sinif valideyn gəlin müəllimə nə lazım? Bir dənə bu qızıl güldə gətirəndə müəllim üçün böyük bir dəyərdir, bir qiymətlidir. Məsələn, amma gedirlər başqa şeylər eləyirlər. Sən reklam edirsən ki, ondandırsa, müəllimələrimizə yığışın adamı 3 manat, 5 manat da düşmür. Belə bir yeni yetməmiz var, qızımız var, belə əl işləri var. Yəni bundan alan kimsə müəlliməsini təbrik eləmək istəsin, onun büdcəsinə də xeyir gələr də. Ona görə deyirəm ki, birinci növbədə biznes içində reklam olmalıdır. Evdən qonaq gələndə məktəbimi, qapılarımı, pəncərələrimi o gücdən gəldiyim qızımız düzəldə bilər. Qızlarımız misal üçün ailə quracaqlar, xına olacaqdı, qız toyları, onda da belə bir şey düzəltmək olar. Kağızdan qızım belə bir formasını Həvva xanım da hazırlayır. Bax, İradə xanım, reklamın biz nəticəsini heç zaman keçmədən gördük. Ziba xanım deyir ki, mən bunu alıram. Bəli, Ziba xanım çox xoş oldu. Deməli, dünən satış oldu, bizdə də düzəldilmiş. Hətta qadınlarımızdan avadoqlar alanlar oldu. Gətiririk ki, görək buranın Başqa bir rayona, Şəkiyə gedəndə birinci Şəkiyə aid olan iki qab alırsan, Gəliğaya alırsan. Yəni ona aid nə varsa rayonda, onu alırsan. Uşaqlarımızın da işləri ora qoyulsa, gənclərimizin işləri ora qoyulsa. zaman keçdi. Laçında ilavidir, düzdür, Tanınar, maraqlı olar. Oysa tanınar ki, gözəl əl işdir. Laçınla bir gələn, Bakıdan gələn istər ki, Laçınla Susdakı bir yeni yetmə qızın hazırladığı gülü alıb aparsın. Oradan alsın. 3 aya bir ilə əlbəttə məşhurlaşacaq toylar olacaq, xınalar olacaq, qızlarımız köçəcəkdir. Onda bunlara daha çox ehtiyacımız olacaq, həm təcrübələrimiz həyata keçəcək. Bilirsiniz nəyə qeyd etmək istəyirəm? Bizim burada oturan sahibkar xanımlarımız deyəndə doğrudan da çoxunun sexi yoxdur, yeri yoxdur. Amma gənclərimizi öyrədən xanımlarımız var burada. Tikişlə bağlı Nəzakət xanım, naxışla bağlı, hörmə ilə bağlı öyrədə bilir. Ziba xanım bu günləri hətta o hansı qaydalarda bir neçə nəfəri Laçında xanımları o tikişlə bağlı öyrətmişdi. Ki, hansı averlıq necə olur, onun iynə sap necə qoşulur, tikiş maşınından necə istifadə olunur və bu kimi məsələlərdə Ziba xanımın da rolu vardı. Hətta mən burada cavanlarımız da var, gənclərimiz var. Biz olmadan onlar irəli gedə bilməz. Biz öyrətməliyik ki, bizim gənclərimiz də bizdən öyrənsin, geçsin. Məhz buna görə mən də istəyəcəm ki, Nəzakət xanım da balaca bir bizim hansı ki tikiş maşını haqqında məlumat versin. Ziba xanım da orada biçilmiş, hansı ki biçmişdi, onun tikişini göstərəcəkdi bizə. Olar mı Ziba xanım? Çünki Nəzakət xanımın da tələbələri var. Ziba xanımın da olubdu. Hətta Reyhan xanımın nə qədər şirniyyatla bağlı öyrətdiyi insanlar olubdu. Biz
başqa yöndə öyrədirik. Reyhan xanım başqa yöndə, Ziba xanım başqa yöndə, Reyhan xanım başqa yöndə, Şəlalə xanım bir başqa istiqamətdə, o birisi Reyhan xanım bir başqa istiqamətdə. Bəli, Həvva xanımın ilk görüşümüzdə hazırlayıb gətirdiyi şokoladın dadını mən hələ də tuta bilmirəm başqa yerdə. İnanın ki, bəli. Yəni təşəkkür edirik sizə Həvva xanım. Bu işlər davamlı olsun. İnanıram ki, sizin bacarığınız bizim üçün də çox vacib olacaq. Ən başlıca amillərdən biri də odur ki, biz sizi gördük, tanıdıq burada. Belə. İndi Nəzakət xanım, istəyərəm bir balaca siz bizim maşınınız haqqında hansı saplardan işlənir, o haqda bir balaca məlumat verəsiniz. Sonra biz sizin tikiş maşınını da, yəni siz Ziba xanımın yaxınına gətirəcəm. Hə, Ziba? Saplar bura gedir. Yəni əvvəllər məsəl üçün biz 40 nömrəli saplar alırdıq. Yəni yəqin böyüklər bilər. Amma indiki maşınlar elədir ki, yəni universal maşınlardır. Ona hər saplar gedir. Bəli. Mənim maşınım nömrədir, tez-tez satıdırır. Yəni 40 mənim işləyir, 40 da yox. Hə, 40 yox, bu maşın bütün sapları götürür. Tez-tez Şuraya da bundan almışıq. Bu şamadanlı maşın var, değil mi belə? Şimdi buradadır da. Tez-tez qırır. Bəli. Elməyək satışda var. Portakallı. Siz əslinə qalanda göstərin. Çünki biz bunu göstərsək tədbir çox gedər. Sadəcə bir əyani olaraq göstərin, sonra tikilib onsuz da. Yəni bir saat müddətinə biz həmin parçaları tikib nəsə eləyə bilməzsiniz. Biz bunu yekun olaraq sonda göstərərik ki, nə tikmişik. Azərbaycan şəhərində bu tavuk. Yəqin ki, sonda Bunlar göstərin. detallardır, bəli. Mən burada başlamışam tikməyə. Göstərim sizə. Это Прага называют. Я не знаю, как. Сжатая Прага. Özüm biçmişim. Burada sizə göstərim. Əslində yaxınlarım üçün deyim. Həm özüm üçün, həm də yaxınlarım üçün. Это называется грязная роза, да? Da. Pepinler olsa. Fikrim var. Fikrim var. Bu qol detallarıdır. Yəni bu maşında həm overlock, düzdür, overlockun özü yoxdur, amma ki overlocka oxşar tikişlər var. Zigzag. Zigzag просто burada çevirim göstərim naxışları. Onda hamı istifadə edə bilər ondan. Hətta Nəzakət xanımın sözünə mən əlavə edəcəm, çox üzr istəyirəm. Nəzakət xanımın həmin maşınla tikdiyi burada məhsulları da var. Deməli bunlardan satışa çıxartmışdı. Bəli, bunlardan satışa çıxardıbdı. Sonra qazan tutuluq da bunlardan. Bax, bunlardan satıbdı. Yəni dəsmallar tikir, sonra digər tutacaqlar tikir. Bax bu cürə. Yəni baxın, sahibkara nə lazımdır? Öz evində olsa belə tiksin və bunların satışın bəli. Həm də çay dəsmallarına qədər tikmişdir. Yəni bunu mən özüm gördüm. Gəldiyə həmişə pul var da. Bəli. Müxtəlif növ saplardan hansı istiqamətli işlərini deyirsiniz. Xanımlarımızın çoxunun da bacarığı var. Amma siz məhz bu işin içərisində olduğunuza görə bu əl əməyinizi biz qiymətləndiririk. Deməli xanımlar, istəyirəm ki, dəyərli vaxtınızı belə çox almayım. Çay süfrəsi arxasında bizim çoxlu, bolluca söhbətlərimiz var, müzakirələrimiz var. Hər birinizə dərin təşəkkürümü bildirirəm ki, öz dəyərli vaxtınızı bizimlə bərabər keçirdiniz. Reyhan xanım, sizə xüsusilə dərin təşəkkürümü bildirirəm. Zərfə xanım sizə, Elmira xanım, hər birinizə, Ziba xanım sizə və bizə xüsusilə dövlət tərəfindən istiqamət verən agentliyə, qeyri-hökumət təşkilatlarına, dövlət dəstəyi agentliyinə dərin təşəkkürümü bildirirəm ki, bu yolda bizə açıq bir yol veriblər, açıq bir qapı açıblar, bizə dəstək olublar ki, biz bu işlərin öhdəsindən necə gələ bilərik və sonda dərin təşəkkür
Rəhim Aydan xanımı bildirəm ki, bizim fotolarımızı da çəkdik. Nicat bəyə, bizim dəyərli video kameramız Nicat bəyə dərin təşəkkürümü bildirəm ki, bir neçə gündür bizlərin kaprizinə, biz xanımların nazına, biz xanımların demək olar ki, çox sayda geniş müzakirəsinə tab gətirə bilir. Minnətdaram sizə. Buyurun, indi dərin gözəl hazırlanmış çay süfrəmizdən Reyhan xanımın da xüsusilə əl işlərindən istifadə eləyək, bəli. Və Reyhan xanım hər zaman bizimlədir, yanımızdadır və onun satışa çıxartdığı məhsullar daha çox keyfiyyətlidir. Satışı da inşallah daha da davamlı olar. Bəli. Mən öz pastırımda Minnətdaram Reyhan xanımcığım. Ondan beri hanım ya evlenecek de Xatirədir, ən əsası bir. Xanımlarla danışıyorum, harda istəyirlər. Çünki bizim bir partimiz var. Başqa nə vardı? Bu İran kəfəsi, elə Yerman kəfəsi deyirlər buna, hə. Adnaraz bu qabları. Hə, Adnaraz bu qabları da aydan alır. O da düzdür, o da düzdür. Baxaq, o haqda danışaram bəli siz. Amma bu piknik mən elə gəlir ki, yaxşı olur. Çünki necə deyim, tutaq ki, mən deyim də, özümü deyim. Hə, biz aparsın arada da bir, yəni özümüz üçün belə bir şey. Biz siz yenə